Hər gün çalışıram ki, ölkəmizdə ən qeyri-adi avtomobilləri tapım sizə göstərim. Bu da onun bir nümunəsi. Cəmi ölkəmizdə bir ədəd olan fransız olan vaxtilə 2005-2008-ci illər aralığında Fransa prezidentinin xidməti avtomobili olub məhz bu avtomobildən biri. Təbii ki, ölkə liderinin avtomobili qeyri-adi modifikasiyada olur, zirehli olur və s. Onları dəqiq bilmirik, amma bu avtomobil modeli Citroen C6 məhz Fransa prezidentinin xidməti avtomobillərindən biri olub. Fikir verin, avtomobilin bamperi necə aşağıdadır. Ön hissəsinin clearance problemi ola bilər. Yəni nisbətən hündür yerə çıxıb eləyəndə bamper sürtməsi, yəni realdır. Bu əsas komforta fokuslanmış, sırf komfortlu yürüyüş və şəhər şəraitində asfalt üzərində, yəni gəmi kimidir. Bu avtomobilə xalça avtomobil deyirlər fransızlar ki, yəni Ələtdinin xalçasıdır da, sanki uçursan havada. Bu xalça avtomobil deyirlər buna. Adətən avtomobillərin askı sistemlərində yaylı askı sistemidir, hava askı sistemi, yəni pnevma sistemi, yəni havalıdır. Ona yağ da əlavə olunub, yəni hidropnevmatik. Olduqca sürətli şəkildə avtomobili qaldıra bilir və endirə bilir istədiyiniz vaxtı. Bu avtomobilin ən böyük özəlliklərindən biri ümumiyyətlə hidropnevmatik askı sistemi ilə təchiz olunmuş Citroenlər. Yəni bu artıq 50 ildən artıq bir tarixi var həmin o mövzunun. Avtomobil hərəkət edir təkərsiz. Arxa təkəri siz çıxardıb tam şəkildə avtomobili idarə edə bilərsiniz. Necə olur bu?